Nərgiz Fondunun təşkilatçılığı ilə Torpaq əlimdə, bahar ürəyimdə adlı Novruz yarmarkası fəaliyyətə başlayıb. Bayram münasibətilə təşkil olunan yarmarkada milli şirniyyatlar, müxtəlif suvenirlər və yerli sənətkarların hazırladıkları əl işləri nümayiş olunur. Ziyarətçilər burada həm alış-veriş edə, həm də bayram abu-havasını hiss edə bilərlər. Yarmarka eyni zamanda insanları bir araya gətirərək milli ənənələrimizin qorunmasına və bayram ruhunun hiss edilməsinə xidmət edir. Novruz bayramında ən sevdiyiniz ənənə nədir? Papaq atdı. Hələ də bu yaşımda uşaqlara qoşulub papaq atmaq istəyirəm. Daha çox bayramı harda keçirməyi sevirsiniz? Evimdə ailəmlə və yaxud da ailəmlə birlikdə rayondakı böyüklərin yanına gedirik, orada da çox keçiririk, daha maraqlı olur. Bu bayramın özünün bir doğmalığı var, bizim uşaqlığımızın xatirəsidir. Nə bilim, yəni yaz gəlir, hər tərəf çəylənir, yəni nə yaxşı ki, Novruzumuz var da. Həm də ki, şəhərdə belə qruplar daha yaxşıdır. Burada ən çox sevdiyim birinci musiqi, milli musiqimiz, ikinci səməni atributu, çox sevdim onu, çox doğmadır, uşaqlığı xatırladır. Şirniyyatlardan da ki, yəni baxıram hələ ki, dadlarına baxacam belə. Papaq atmaq, ən sevdiyim odur yəni ki, ancaq papaq atmaq. Bu yarmarka mənə xoş hisslər bəxş elədi, yəni ki, burada gözəldir, hamısı da ki, yaxşı qurulmuş yerlərdir, yəni xoş hisslər bəxş elədi mənim üçün. Ən sevdiyim ənənə papaq atmaq. O papağı içində də baxırıq ki, nə veriblərsə hədiyyə. Uşaqlığınızdakı Novruzla bugünkü Novruzun fərqi sizcə nədir? Uşaqlığımda çox qeyri-adi keçirdi. O uşaqlıq illərinin Novruz bayramı daha əvəz olunmazdı. Uşaqlıqda çox vaxt çöldə, məhlədə tonqal qalayırdıq, məşəl yandırırdıq. İndi amma elə bir şey yoxdur da çox. Hardasa elə görmürəm. Bir falı var, eləmişdim o vaxtı, uşaq vaxtı. Qapı pusmağı da olub. İndi də var amma onlar. Hə, indi də var. Onlar da çox qəşəng ənənələrdir. Bu il bayramınızı necə keçirəcəksiniz? Bu il bayramımızı rayona gedəcəyik, Qubaya gedəcəyik. Mən Qubalıyam. Qubada keçirəcəyik ailəmlə bir yerdə. Burada rəngarəng işıqlar daha insana xoş gəlir. Mahnılar, musiqilər. Belə çox maraqlıdır da. Hər bir şeyi yaradıblar. Maraqlıdır. Novruz bayramının ən sevdiyim ənənəsi qulaq pustudur. Çünki çox maraqlıdır və bəzən də həqiqət olur. Yarmarkada ən çox nəyi sevdiniz? Yarmarkada ən çox buranın abu-havasını sevdim. Həqiqətən milli ruhdadır və çox qəribədir ki, yeni ildə tamam başqa bir abu-havaydı. Eyni məkan, eyni yer, amma tamam ayrı-ayrı əhval-ruhiyyələrdir. Yeni il daha soyuq idi, amma indi çox əhval-ruhiyyə başqadır. Yazın oyanışı, təbiətin oyanışı. Buradakı oyunlar çox əyləncəlidir. Gəlin özümüz də sınayaq. Bizim konsept belədir ki, bizdən kofe alır müştərilər və xanımlar ödənişsiz şəkildə gördüyünüz kimi belə müştərilərin simasını, portretini çəkirlər. Buraya 2 gündür buradayız ve çok eğlendik gerçekten. Çok güzeldi. Sahilde bir yere gittik. Sahildəki Nevruz Orası da çok güzeldi. Gayet çok eğlendik ikisinde de. Tonqal qalamaq. Onun üstünə atlamağı çox sevirəm. Çünki mənə çox əyləncəli gəlir tonqal üstünə atlanmaq. Burada xoşuma gəldi ki, daha çox əyləncəli şeylər var. Uşaqlar üçün qəşəng şirniyyatlar var. Novruz adətlərindən ən maraqlısı yumurta döyüşdürməkdir. Gəlin bahar qızı ilə yumurta döyüşdürək. Bu gözəl yurduma ilk bahar gəlir. Ən şirin, ən gözəl arzular gəlir. Bu gözəl yurduma ilk bahar gəlir. Ən şirin, ən gözəl arzular gəlir. Təbiət əlində xonçalar gəlir. Novruz bayramınız mübarək olsun. Təbiət əlində xonçalar gəlir. Əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək.
Ən sevdiyim ənənə, bax o qədimidən qalıb da, yumurta döyüşməsi, sonra qapı pusması. Bax bunlar, mən rayonluyam, Masallı rayonundanam. Biz kənd yerində olmuşuq, gecələr gedərdik qapı pustuya, tonqal yanması, xanımların yemək bişirmək, ev yığışdırmaq, ev təmizləmək, yəni bunlar qədimidən qalan adətlərdir. Elə məncə Novruzun ən gözəl elə mənası bunlardır. İnsanların bayramda bir tonqalın ətrafına yığışıb sevimli insanların bayramı qeyd eləməsi məncə ən yaxşı xüsusiyyətlərdən biridir. Novruzda ən sevdiyiniz ənənə nədir? Papaq atmaq və fala baxmaq. Yəqin ki, üzük falına baxmısınız da. Fərqi yoxdur. Hansı fal varsa yox. İynə falı da olub, qulaq pusma da olub. Bütün cavan qızların elədiyi falların hamısını. Bəs falın nəticəsi həyatınızda necə özünü göstərir? Hələ ki göstərməyim desəm, hələ ki heç bir göstəricisi olmuyor. Bəs yarmarkada ən sevdiyiniz nə var? Yarmarkada ən sevdiyim demək olar ki, bütün stendlər maraqlıdır. Əsasda oyunlar olanlar daha maraqlıdır. Xanım, sizcə keçmiş Novruzla bugünkü müasir Novruz bayramı arasında hansı fərqlər var? Çox böyük fərqləri var. Mən özüm Bakılıyam və bizdə tamam başqa cür olurdu. Qonaq gedirdik bir-birimizin evinə, cürəbəcür xoreylər, cürəbəcür şirniyyatlar bişirirdik. Yəni indikinlə əvvəlkinin vaxtında çox başqa fərqlər çoxdur. Keçmişdə başqa idi, hamımız yığışırdıq bir-birimizin evinə, şəkər, pıra, paxlava bişirirdik, qoğal elirdik. Bayram günü papaq atırdıq, papağımıza cürəbəcür şirniyyatlar qoyurdular. Yəni tək bir yox, bir çox qonşular elərdik, hamısı verirdi. Amma indi yox. İndi çoxları atsa da qoymurlar. Amma mən öz payıma düşəni eləyirəm, çünki mən görmüşəm, yaşamışam, bunları eləyirəm. Əsin sərin külək, arzularla dolsun ürək. Əsin sərin külək, arzularla dolsun ürək. Axşam